Azərbaycan teatr sevərlərinin sevimli aktyoru, Moşu təxəllüsü ilə tanınan Valeh Kərimov ömrünün 81-ci baharını yaşayır. Xoşbəxtlik deyən Valeh müəllim özünü xoşbəxt hiss edirmi bu yaşının bu çağında? Xoşbəxtəm ona görə ki, bu yaşımda fəaliyyətdəyəm, işləyirəm. Allah da mənə can sağlığı verir, yəni ağlayan yerimdə adam olmur. Fəaliyyətdəyəm də, insan da fəaliyyətdə olanda özünü yaxşı hiss edir. İşləyirəm, tamaşalar hazırlayıram bugün Mingəçevir Dövlət Dram Teatrında. Aktyor kimi də oynayıram özüm. Belə. Əvvəlki dönəmlərdə də Mingəçevirə dəvət olunmuşdunuz mütəxəssis aktyor, rejissor kimi. Sonradan 2 il yarımdır səhv eləmirəmsə artıq burada çalışırsınız. Bəli, 10 ildir ki, mən Mingəçevir Teatrına gəlib gedirəm. O vaxtlar mən müxtəlif tamaşalar hazırlamışam müqavilə ilə. Amma 2 il yarımdır ki, mən Mingəçevir Dövlət Dram Teatrında ştatda, quruluşçu rejissor ştatında işləyirəm. Tamaşa hazırlayıram rejissor kimi və aktyor kimi də lazım olanda oynayıram. Neçə tamaşa səhnə həyatı görüb sizin belə deyək müəllifliyinizlə? 2 il yarımından qabaq mən hazırladım Əli Əmirlinin Varlı Qadın tamaşası, sonra hazırladım İsim Əlizadənin Subaylarınızdan görəsiz, sonra hazırladım Kərim Həsənovun Uşaqlar üçün Sehirli Yaylıq, çox maraqlı tamaşadır. Sonra deməli, hal-hazırda işləyirəm deməli, Tufan Minullin Tatar yazısıdır. Tatar əsəridir. Tufan Minullinin deməli, Ərmağanlı Əlməndər. Ərmağan kəndinin adıdır, Əlməndər kişinin adıdır. Çox maraqlı əsərdir, maraqlı situasiyalar var, maraqlı mövzu özü maraqlıdır. Siz o səhnələşdirdiyiniz əsərlərdən hansında birində aktyor kimi çıxış etmişsiniz? Varlı Qadında mən oynadım. Bir də hal-hazırda bax bu tamaşada mən başrolu oynayıram. Mənlə bərabər teatrın aktyorları, istedadlı aktyorlar var, işləyirlər, yaxşıdırlar. Hansı obrazı ifa edəcəksiniz burada? Mən başrolda Ərmağanlı Əlməndər. Əlməndər obrazını mən oynayıram. Məndən başqa aktyorlarımız oynayırlar. Xalq artisti Ela Yaqubova, sonra Afət Əliyeva, stajlı aktrisadır. Sonra İbrahim Salamov oynayır. Aytən İsmailova, təcrübəli artistlərdir bunlar. Öyle mənim, paytaxtdan kənarda 2 il yarım müddət, yəni müddətli gəlib getdiyiniz, çalışdığınız dönəmlər bir yana, 2 il yarım, 2 ildən çox, 3 ilə yaxın bir müddətdə fasiləsiz çalışmaq, yəni uzun illər ömrünü paytaxtda keçirmiş bir insan üçün hansı çətinliklərlə müşahidə olunur? Yox, çətinlik. Darıxırsınızmı paytaxt Bakı üçün, yoxsa burada daha rahat hiss edirsiniz? Yox, mən Bakı üçün darıxmıram, çünki ömrüm boyu Bakıda yaşamışam, nə darıxacağım Bakı üçün? Bakıya gələn sevinir, bir də oradan çıxıb gedən sevinir. Bakıda maşının əlindən, nə bilim, basa-basdan başqa nə görürsən ki? Bakı o vaxtlar ki Bakıdır. Düz deyil, inkişaf eləyib, gözəl binalar, evlər. Amma bir tərəfdən də əhalinin sıxlığı orada adamı darıxdırır. Biraz istədiyin yerə vaxtında gedəmirsən, vaxtında gələnmirsən, hər yeri gecikirsən. Bir 10 kilometr məsafəni 1 saat yarıma güclə, taksi ilə də gedib çatırsan. Yəni Bakı elə də cəlb eləmir məni şəxsən. Bura Mingəçevir çox gözəl bir şəhərdir. Cəmaatı da mülayim, yaxşı insanlardır. Tamaşaya da gələndə çox həvəslə, maraqla da baxırlar, alqışlayırlar, gülürlər, sevinirlər. Onları görəndə biz inanırıq ki, xeyirxah işlə məşğuluq, yaxşı işlə məşğuluq. Paytaxt tamaşaçısı ilə bölgə tamaşaçısı, konkret Mingəçevir tamaşaçısı arasında bir fərq görürsünüzmü? O deyib ki, paytaxt tamaşaçısı elə rayon tamaşaçılardır da. Paytaxtda kimdir? Azərbaycanın bütün rayonlarından indi gəliblər, hamısı paytaxtda yaşayan adamlardır. Çoxsu tələbəlik nəzərdən gəlib yaşayıb indi, yaşad olublar. Çoxsu, məsələn, qonaq gedənlərdir, axşam hara gedək bir tamaşa eləyib baxırlar. Belə də... Bəs aktyorlarla işləmək necə? Paytaxtda asandır yoxsa burada çətindir? Yox, burada da
elə aktyorla həmişə işləmək çətindir. Amma istedadlı aktyorlar istər paytaxtda olsun, istər vilayətdə, əyalətdə olsun, var, hər yerdə var. Sadəcə onların açılması lazımdır. Məsələn, gənc aktrisa var bizdə, Lalə Abuşova. 2 ildir teatrda işləyir, artıq bir neçə başrol oynayıb. Görürsən ki, bu adamda istedad var və biz rejissorlar da çalışırıq ki, bu istedadın hər tərəfi göstərsinlər. Tamaşaların hamısında Lalə oynayır. Bəs aktyor kimi Valeh müəllim, bu 60 illik səhnə həyatında çata bilmədiyiniz bir nöqtə olubmu? Yəni arzulamısınız o obrazı oynamaq, obrazı yaşamaq. Məsələn, nə istəyərdiniz, nəyə nail olmamısınız bu günə kimi? Yox, onları mən daha demirəm, onlar keçdi getdi, adlarını deyəmirəm. Amma elə rollar olub ki, onu arzulamışam, illərlə arzulamışam, qismət olmayıb oynamağa. Teatrda o tamaşa repertuara salınmayıb, ya götürülməyib, ya aktyor çatışmazlığı tərəfdən, ya rejissor məsuliyyəti tərəfindən, yəni bunlar hamısı şərtdir də. Ona görə olubdur, elə arzular olub, ölüb gedib. Təxminən aktyor olaraq indiyədək neçə tamaşada rol almış olarsınız və ən çox sevdiyiniz rol, hər bir rol sizin üçün əziz olub təbii ki, amma ən çox sevdiyiniz hansı olubdur? Neçə tamaşada da ümumən oynamış olarsınız? Mən valla saymamışam. Mən Sumqayıt Teatrında 45 il işləmişəm. 45 il. Sərasər işləmişəm. 45 ildə o illərin çoxunda mən baş rollar oynamışam. Çoxunda tamaşaların əsəriyyətində baş rollar oynamışam. Onların hamısı mənim üçün sevimlidir. Amma bilirəm, sizin ürəyinizdən və tamaşaçının ürəyindən keçir ki, deyəcəksən Moşu. Amma Moşudan çox sevdiyim rollar olur. Məsələn? Məsələn, 2-ci Zahid Matovun Əsrə Bərabər Gün əsərində 7G olur. Ondan qabaq Cavanlıqda oynamışam. 7G ilə mi? 7G. Ondan qabaq Altay Məmmədovun həkimlərin həyatından bəhs eləyən bir Yadındamı adlı tamaşa var idi. Mən orada baş rol oynayırdım. O tamaşanın rolu çox sevirdim. Müsibət Fəxrəddin oynayırdım, o sevirdim. Balaş sevirdə Balaş oynamışdım. Yəni çox rollarım olub. Ürəyimdən olan rollar olub. Və səhnəni sizə sevdirən kim olub? Belə deyək, yeniyetmə gənclik dönəminizdə. Mən o vaxt radio, televiziya, ASTV vardı. Yəni ASTV də o qədər yəni teatr göstərmirdi hərdən bir. Əsas radio, Azərbaycan radiosu, bir dənə radio vardı. O radioda tamaşalar verirdilər, səslərin, o səslərin aludəçisi olurdum, oturdum o səslərin qabağında. Onlar çəkib aparırdı öz ardıcava ilə. Və sonra cavan, genç yaşlarımda teatra baxırdım, gedirdim. Belə böyük aktyorlar məni həmişə özünə cəlb edirdi. Özünüzdən öncə, yəni nəslinizdə teatra bağlı insan olubmu? Və yaxud sizin yolunuzu davam eləmək istəyində olan varmı öz ailə üzvləri? Mənim yolumu davam elətdirən yoxdur. Amma öz yolu olan bir aktyor var, o mənim qardaşımdır. Doğma qardaşımdır, Loğman Kərimov. Əliağa Vahid oynayır Qəzəlxan filmində. Əliağa Vahid. O mənim qardaşımdır. Yəni ondan başqa bizdən əvvəl bizim elə böyüyü mənəm, ailəm böyüyü mənəm. Mən getmişəm bu sahəyə. Loğman da məndən 15 yaş kiçikdir. Sonra o gedib bu sahəyə. Neçə bacı qardaş kimi oynayır? 6 qardaş, bir bacı olmuşuq. İndi 3 qardaş qalmış. Bəs öz ailənizdə neçə övladınız, nəvəniz? 3 övladım var. Biri qızdı, böyüyü, ikisi oğlandı. Nəvə saadətini yaşamısınızmı? Hə, nə qədər nəvə? Allah sağ eləsin. 5 nəvəm var. Allah sağ eləsin. Allah sizinkilər də sağ olsun. Bəs neçə filmdə çəkilmiş olarsınız bu yaşadığınız, fəaliyyət göstərdiyiniz dönəmdə? Mən həmişə deyirəm televiziyada. Mən film deyəndə mənə biraz zat gəlir. Mən filmə çox çəkilməmişəm. Mən indi bəxt üzü idi, onun biz tamaşasını oynamışıq. Tamaşadan maraqlandılar, gəldilər, film elədilər və tamaşada da mən Moşu oynayırdım, öz rolumu oynayırdım. Yəni, mənim filmlə o qədər sıx əlaqəm yox. Cəmi neçə filmdə oynamısınız? Nə bilim, 4-5 filmdə oynamışım. Az oynamağınıza baxmayaraq filmlərdə çox böyük şöhrət qazanmışsınız, tamaşaçı sevgisini qazanmışsınız və hər kəsə düşündürən bir sual var. Nədən bu potensialdan rejissorlar yararlanmayıb və bu gün yararlanmır? Yox, onların özləri işləridir, nə bilim valla, onların
bir adam haqqında o qədər bəhanə tapıb deyə bilərlər ki, aktyor haqqında. Bilmirəm. Nə bilim, rol versəydilər mən də oynayardım. Verməyiblər. Yəni gözləntiniz bu gün də var ki, hansısa filmdə Yox, heç şey yoxdur mənim gözləntim. Mən içində gözləntim yoxdur. Görürlər, nə gözləntim olacaq? Lazım olsun. Yox, mənə də söyləmirəm. Yəni ki, istəyərdiniz ki, arzulardınız ki. Mən də aktyoram da. İstəyirəm, məsələn, baxıram, bir filmə baxıram, ya bir tamaşaya baxıram, deyirəm ki, bax bu rolu mən ondan yaxşı oynayarım. Belə şeylər var da. Oynamaq üçün də dəvət lazımdır təbii ki. Əlbəttə, dəvət lazımdır. Bir növ içərinin o, necə deyirlər, kobud deyəndə azarını da öldürmək lazımdır. Bu deyil, bu da hazırladığım tamaşada çox gözəl bir roldur. Məmnuniyyətlə hazırlayıram onu, özümdə oynayacağım iş. İnşallah. Peşəkar adam kimi bax bu rejissor biganəliyini necə dəyərləndirirsiniz? Təkcə özünüzə qarşı deyil. Deyək ki, sizin düşüncədə həyatını teatra həsr eləmiş, yəni filmlərdə də böyük canlantı yarada biləcək insanlara soyuqqanlılıq nədən irəli gəlir? Bəzən hamı izləyir, seriallar izləyirik, filmlər izləyirik. Adamda elə təsəvvür yaranır ki, yoldan keçənləri belə gətirib həmin filmlərdə çəkirlər. Çoxdur eləçilik, çoxdur. Xalası oğlun çəkir, bacısı qızın, əmsi nəvəsin, belə şey, indi belədir də. Çünki niyə orada tutaq ki, hərəsinə bir 500 manat pul vermədi, fikirləşir, bunu valihə verincə verərəm, xalam oğlu çəkilər, nə var? O da bu sözləri deyəcək, bu da bu sözləri deyəcək. Amma rol, tamaşa bu söz demək deyil bu. Ona görə də biraz belə cəhətlər üstündür. Ona görə də görsün, nə bilim, Allah, belə fikirləşəm ki, bu bizə ziyan deyil, bu Azərbaycan teatrına, Azərbaycan kinosuna ziyandır ki, istedadlar yaxşı öldü, qutarı çəkmədi, getdilər bunlar. Sonra gör nə qədər boşluq yaranıb. Bu səbəbdən də rəğbət də oyatmır o çəkilən filmlər də belə. Mən bilməm, o siz tamaşa söyləyirsiniz. Yəni ümumi müşahidələri söyləyirəm, herkesin fikrini. Var yəni, onu siz deyə bilərsiniz. Mən durub kimisə məsələn, mən seriala baxamıram. Mən öyrənmişəm, məsələn, Sovet vaxtı 1 saat 40 dəqiqəyə bir dənə film gedirdi. Elə Bəxtin Üzüyünün özü 1 saat 40-45 dəqiqə gedirdi. Bir dənə film gedirdi, o 1 saat 45 dəqiqədə hər şey var idi. Məna da var idi, mövzu da vardı, orada gülməkdə, ağlamaqda, düşünməkdə, təbiətdə, mahnıda, bir filmdə hər şey var idi. Və elə gözümü açıb yumunca gördüm, film qutardı, heyfsilənirdi ki, kaş bunun ikinci seriyası da var idi. Amma indi çəkirlər 100 seriya. Şimdi mən şəxsən, hər seriya geçsin 1 saata, hər gün 100 seriya mən 100 gün oturub televizora baxa bilərəm, ömrümdə baxım. Əvvəlindən axıra da itir ona görə də məzmunu. Nə maraqlandırmır, nə həvəsim yoxdur, nə də özümü onu məcbur deyiləm. Mən oturum 100 gün nə var bir seriala baxacaq. Gün olsun 100 yaşınızı bu tərəvətdə, bu gümrahlıqda qeyd eləsin bütün sevərləriniz, teatr sevərlər, kino sevərlər, doğmalarınız. Bax, hazırda da çalışırsınız, rejissor, qulluqçu rejissor və aktyor olaraq da fəaliyyət göstərməkdə davam edirsiniz. Nələr keçir ürəyinizdən, nələr yaratmaq hazırda bax, xəyallarınızdan keçmiş olur? Yaxşı tamaşalar, yaxşı rollar, aktyorlar, arzu edirəm ki, bizim Mingəçevir teatrının aktyorları biraz məsuliyyətli olsunlar, biraz öyrənməyə çox həvəsləri olsun, boş vaxtlarını, məsələn, çayxanada, bufetdə, orada, burada keçirməkdənsə, mən təəssüf ki, onu burada görmürəm. Biz cavanlıqda ömrümüzün, günümüzün çoxunu səhnədə keçirdərdik. Məşq tutarardıq, özümüz girərdik, o tamaşanı məşq eləyərdik, rejissorsuz. Çünki rejissor saat yarım, 1 saat, 3 saat məşqələ yoruldu, işi qutardı, biz yığışardıq özümüz ki, gəlin orasını düzəldək. Bura zəhər çıxır bizdə. Amma indiki uşaqlarda mən cavanlarda görmürəm.